Bəli, setkaların dibi tok. Ay xanım, bir sakitləşin. Siz evi saxı soyun çəkinməni istəyirəm. Yox, ay xanım, tok vurur. Suyu çəkmədilər. Axşamdan evə doldusu, indi tok bizi vurur hər tərəfdən. Xanım, su deməmişsə evə dolur. Evin ətrafına dolur demişsiniz. Ev dolub, ev suyla xanım, ev suyla dolub tok vurur bizi. Tez bizi evdən çıxartsınlar. Bir saniyə xanım, evdə nə qədər su var ki, yuxarı toklara qədər? Xanım 1 metr tok gidrofon var. Deyə burada qonşuda da arvadı vurdu öldürdü. Gidrofonun su qalıb suyun altında, evin padvalda. Padvalda hər yerə tok vurur. Xanım, evin zirzəmisi sizin nə işiniz var? Evin içində deyil. Ay xanım, zirzəmi yox, zirzəmidən ev su dolubdur. Evimizin içi dolub suyla tok vurur hər yerə. Başa düşürsünüz məni? Deyirəm evdən məni çıxartsınlar. Bu fəvqəladə məni evdən çıxartmır məni. Necə şeydir bu? Həyətimizdə evdə suyun səviyyəsi nə qədərdir? Ay canım, 1 metrdən çoxdur. 1 metr yarım ucu. Həyətdə yox, evimin içində xanım. Evimin içində tok məni vurur. Su da gidrofon evə tok verir. Başa düşürsünüz məni? Məni ev cəhənnəm, məni evdən çıxartsınlar. Neçə nəfərsiniz? 2 nəfər. Böyükdür, yaşlıdır. 18 yaşı var. Neçə? 18. Mehdiyə Böyülübüyə. Bəli. Evin içində 1 metr qədər su var, çıxarmırsınız, çıxma. Siz bilirsiniz, sizi çıxardıb quru bir yerə qoyacaqlar. Hə də çıxarsınlar bizi, Licbi çıxartsınlar, bizi tullasınlar küçədə gəzər, yeyib yox, Licbi bu sudan çıxım, ay xanım, ay gözəl, tok məni öldürür. Sabuncu ramanı şüşəsi. Hə, tez bizi çıxarsınlar buradan, tok birləşir, ev yanacaq indi. Xanım, yaxşı, təhlükəsizliyini qoruyun, zəhmət olmasın. Nətər qoruyum, ay canım, valla su partapart tok yanır suyun içində, mən qoruya bilmirəm, tez gəlin, tez denən gəlsinlər. Yaxşı, yolda. Bu yaz, mən bu tok partlayırım ha deyə təhlükəsizliyini qorum. Mən nətər qoruyum təhlükəsizliyimi? Ay Allah. Çək qaynan xəttə yığın. Yox, neynirəm, qaynan xətti da elə ora, yığmışam da. Bıy Allah, söz ala. Tok partlayır, mən qalmışam evin içində. Bari heç olmasa məni çıxardın da evin içindən. Cəhənnəm hər şey, ev cəhənnəm, su qalxıb ucu. Deyir evin həyətinə dolub su. Get buradan, zır-hazır məni yığma. Nervili vaxtımda. Az yığmışam, 102'ye de yığmışam ki, məni buradan çıxardın. Licbi məni çıxardın da evdən. Cəhənnəm, uşaqla məni çıxardın. Bir dayan. Oha, yox. Qoy deyim, bizə də şey yığsınlar. Az yığma heç zaman, yığmışam da dedi göndərəm. Göndərməsin. Qoy göndərməsin, məni tok burada vursun, ölsün, evim yansın, burada ölüm burada. Dəymə. Bu bir belə millət də baxır, görür ki, məni evdən çıxardan. Fövqəladə gəlib məni evdən çıxartmır. Belə şey olar az, mənlə mırtdaşa danışır yaz qız, oturub rahatı mənlə mırtdaşır ki, xanım həyətinizdə su dolub, evinizə nə qədər qalxıbdır su, evinizin hansı tərəfindədir su, mən ölçü götürəcəm buna. Deha, hər tərəf tok bacı, hidrofon da burada, deha, cırt eləyir oradan, alışacaq qəfil, bu suyun içəri elə tokdur ba, bu suyu mən çıxa bilmirəm, yoxsa sudan qorxmuram, tokdan qorxuram, bu tok olmasa, mən şey eləyərəm, o toku oradan kəssələr, hidrofondan birbaşa qoşulub da, onu oradan kəssələr, mən şey eləmərəm, özüm rahat çıxarım, cəhənnəm, sudan qorxmuram, mən tokdan qorxuram. Ay Allah, sən qurban olma, ay Allah, bizim insan ölümünü adiləşdiribləri. Ay Allah. Vay dədə vay. Ay Allah. Bir belə qışqırıram, bir belə bağırıram ki, məni evdən çıxardın da, evin demirəm evin suyunu çəkin. Məni evdən çıxardın. Nə olar ki, ölürəm burada, evdən çıxardın. Mən insan deyiləm mən. Vay dədə vay. Bu nədir az belə? Bu nə yaşayışdı az belə? Ay Allah. Gör bir adam gəlib köməyimizə çatır az bizim. Bu nətər fövqəladə az bizi qoruya bilmir bu bizim təhlükəsizliyimizi. Mənə deyir təhlükəsizliyini qoru. Mən nətər qoruyum təhlükəsizliyimi? Sok orada yanır alışır. Ay Allah, ay aman. Dəmir belə şeysən oradan ayağa bilmərik. Nə yaz? Dəmir nədir? Pəncərənin dəmiri orada. Az yox, pəncərəni ayıra bilmərəm. Pəncərə bu raşotkanı ayırmaq olar. Raşotkaya mənim gücüm çatar. Bıy Allah sən saxla. Gülənlərə bax ya, itlərə asabım ki oranda. Qoy gülsünlər. Gülməli də düz deyir də, gülməli vəziyyətdəyik də. Bir şey ki, fövqəladə gəl, mən evdən çıxartmır. Mən burada ölürəm. Bir şey ki, göz görə ölürəm.